BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı, media nümayəndələrinin, əlilliyi olan şəxslərlə bağlı QHT-lərin, BMT-nin Kommunikasiya qrupu və İnklüzivlik üzrə işçi qrupunun təmsilçilərinin, eyni zamanda ekspertlərin iştirakı ilə mediada inklüziv dildən istifadənin təşviqi mövzusunda seminar keçirilib. Tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva çıxış ediblər. Onlar bu təlimin iştirakçılar arasında dialoqu təşviq etməyi, yaxşı təcrübələri paylaşmağı və mediada inklüziv dildən istifadə üzrə potensialı artırmağı hədəflədiyini bildiriblər. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət 5 əsas milli prioritetdən biri kimi müəyyən edilmişdir. Məhz bu prioritet çərçivəsində ölkəmizdə əlilliyi olan şəxslərlə inklüziv yanaşmaya əsaslanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bugün keçirilən seminarda məhz mediada inklüziv dildən istifadənin təşviqinə, terminologiya ilə bağlı biliklərin artırılmasına, tövsiyə olunan və olunmayan ifadələr barədə aydınlıq yaradılmasına xidmət edəcəkdir. Daha sonra seminarda Seçdiyimiz Sözlər adlı interaktiv səhnə təqdim olunub. Həmçinin əlillik və inklüzivliyin dərki, əsas anlayışlar və terminologiya mövzusunda təqdimat edilib. Əlilliyin təsvirində inklüziv dildən istifadəyə dair interaktiv təlim keçirilib. Seminarda inklüziv dildən istifadə olunaraq qısa xəbər və ya hekayə yazılması ilə bağlı qrup işi də təşkil olunub. İştirakçıların yekun nəticələri də dəyərləndirilib.